Salam, xoş gördük, hörmətli izləyicilər. 4 sotun içərisində Saray qəsəbəsində bu 2 mərtəbəli ev satışa çıxarıldı. Şəxsi özləri üçün tikilmiş evdir. 170 min manatadır. Qiymətində endirim olunacaq. Mütləq gəlin bu evə baxın. Torpağın da sənədi var, kupçası var, evin də kupçası var. Yəni paket kupçalı evdir. Birbaşa alar almaz qeydiyyata düşəcəksiniz. Necə ki, indi ev yəsi qeydiyyatdadır. 1 ilə 2-nin arası monolitdir. Sonra çox yüksək keyfiyyətlə tikilmiş evdir. Mən onları danışıb vaxtınızı almayacağım. Çünki bunlara canlı burada baxacaqsınız. Gələcəksiniz inşallah bura. Yerləşdiyi ərazidə Saray qəsəbəsində təzə yoldan yol dönür. Ticari parkın keçəndən sonra dönürsünüz. 400-450 metr məsafədən sonra gəlib çıxırsınız bu evə. Evimizin darvaza tərəfi də yoldur, yəni məhəllə yolu. Evin arxası da yoldur. Məhəllə yolu, yəni magistral yol yox. Yəni məhəlləyə gediş-gəliş yolu. Yəni demək istəyirəm ki, evə heç bir ev yapışmayacaq. İndi həyətinə baxaq. Bax, belə ağacları var. Vişne ağacı var, armud ağacı var, şəftəlidir, sonra bir neçə meyvələri var. Fakt indi üstlərində də var, görəcəksiniz. Bax, burada da bax belə sağı solu. Elə bir giriş darvazası buradır, darvazanı göstərək. Sağı da bağdır, solu da bağdır. Bax, burada bağdır, indi burada fikir verin. Bax, görürsünüz, almadır, armuddur, bütün meyvələr, ağaclar var, ağaclarda var. Yəni, boş yerlər də var, istəsiniz yerə də əkə bilərsiniz. Qaz, su, işıq, say ağacları hamısı qapıdadır. Kanalizasiyası da var. Bir də təkrar evin kupçası var, yəni paket kupçalı evdir. Evin arxası, sağında da, solunda da məsafə var. Evin arxasında da ara məsafəsi var. Yaxınlaşaq. 1, 2, 3, 4, 5, 6 daş kürsülüdür. Birinci mərtəbəsi. Qalxaq bura. Bax, dəmir aşotkalara qədər vurulub. Zəhmət olmasa yaxınlaşın. Burada belə bir balkonu var. Bax, burada stol qoyub otururlar. Günün istənilən vaxtı burada çox vaxt kölgə olur. Qəşəng stol qoyub çay da içirlər, xörək də yeyirlər burada. Bu evimizin həyəti idi. İndi pis yaxşı bunların hamısını izah eləmişəm sizə. İndi evin içərisinə baxaq. 170 min manatadır bu ev, Saray qəsəbəsindədir. Ərazisində sizə dedim, təzə yoldan düşəndən sonra. Bu da evimizin içərisidir. Bax, girən kimi belə bir paltar dolabıdır. Radiatorlar, seksiya radiatorlardır. Sonra, buradan pilləkən qalxır 2-ci mərtəbəyə. Deməli, evin içində kuxuna mebeli, kombi radiator qalacaq. Əlavə ki, siz nəsə istəsiniz saxlatdırmaq, saxlatdıracaqsınız. Amma bu heç bu qalacaq deyil, düzdür? Bu evə məxsusdur. Sonra, məsələn, yaxınlaşaq qonaq otağına birinci. Yəni zalına. Siz təsəvvür edin 8 metrin 4 metr, 8 metrin yarıma 4 metrə. Demək, uzunluğu 8 metr yarımdır, eni də 4 metr. 32 kvadratdan çox tək qonaq otağıdır. Yəni zalı. Həqiqətən çox yüksək keyfiyyətlə tikilmiş evdir. Özlərinə tikilib bu ev. Mütləq gəlin bu evə baxın. Qiymətdən narahat olmayın. Ev yəsinin özü ilə görüşəcəksiniz də. Danışıb razılaşarsınız. Bir də üstünlüklərdən biri nədir? Bilirsiniz də, 2-ci mərtəbədə qonaq otağından başqa otaq olmur. Bir də mətbəx olur. Bunda əlavə bir dənə də belə yataq otağı var. Bax, bura qədər gəlim görəsiniz. Gəlirəm ki, görəsiniz. Bax, belə böyük bir yataq otağıdır. Bunlar 1-ci mərtəbədədir. Ümumilikdə 5 otaq, bir dənə də əlavə o nə otaq idi? Təsərrüfat otağı var. Onların hamısını sizə göstərəcəm. 6 otaqlı evdir. Mətbəxinə baxaq. Bax, bir dənə mətbəxə fikir verin böyüklüyünə. Görün, nə boyda mətbəxi var. Neçə metr olar bu? Bu da 6 metrə. 6 metrəyə yaxın mətbəxin uzunluğudur. Bax, burada da belə jalüzlər qoyublar, raşotkalar quraşdırılıb. Mebel görsün nə qəşəng mebeldir. Burası da tökmə mərmərdir. Aspiratorudur, qaz peçidir. Bunlar çox demək olar ki, ehtiyatla işlərim. Nədirsə təptəzədir. Bu mətbəxi idi. Qonaq otağını göstərdim, aşağıdakı yataq otağını göstərdim. Sanitar qovşağına da burada baxaq. Bu 1-ci mərtəbəyə aid olan sanitar qovşağıdır. Elə buradan göstərin. Burada da ki, pilləkənin altında balaca bir qaladovkası var, balon mankaları yığmaq üçün. İndi 2-ci mərtəbəyə qalxaq. Tez qalxaq, mən bunları da sizə göstərim. Bu kağızları uşağa görə vurublar ki, uşaq buradan yıxılmasın. Bax belə, qalxdıq 2-ci mərtəbəyə tez. Bax, bu da 2-ci mərtəbənin foyesi. Görün, nə boyda? Genişdir, geniş. Yəni, burada sıxıcı bir şey yoxdur. Nə görürsə, hamısı böyüdür. Məsələn, yataq otaqlarına baxaq. 2-ci mərtəbənin bir yataq otağı. Böyüdür, kvadratına baxın. Görürsünüz? Bu bir yataq. Bu 2-ci mərtəbənin 2-ci yataq otağı. 2-ci mərtəbənin 3-cü yataq otağı. 2-ci mərtəbənin sanitar qovşağı. Bu biraz böyüdür. İşığını yandıraq, siz baxın. 2-ci mərtəbənin sanitar qovşağı. Bu da 2-ci mərtəbədə təsərrüfat otağıdır. Kombidir, aristondur. Görürsünüz necə lazım olan bilək dəstgahlarını qoyublar bura, pilləkkanınızdadır. Siz istəsiniz yataq otağı, uşaq yataq otağı da eləyə bilərsiniz. Zəhmət olmasa balkona da baxaq. 2-ci mərtəbədən buradan birbaşa çıxırsınız, bayıra baxırsınız. Baxın. Görürsünüz nə qədər səliqə səhmanlı yerdir. Bax belə. Bir də izah edirəm. Saray qəsəbəsində təzə yoldan Tirrəl parkı var. Oradan sağa dönəndən sonra 400-450 metrlik məsafədən sonra gəlib çıxırsınız bu evə.
4 sotun içində 2 mərtəbəli evdir, paket klubçalı evdir, qaz, su, işıq sayğacları var. Nə demək istəyirsiniz? Üstündə mansartı da var. Gələndə göstərəcəm onu. 1 ilə 2-nin arası monolitdir. Və səlamat belə. İndi nəyisə izah eləyə bilmədimsə də inşallah onlar gəlib yerində ev yiyəsi ilə danışanda sizə izah eləyər. Sağ olun.